nəsə yaradırıq və insanlar onu görüb ondan zövq almalı. Onlar zövq alanda mən də onu zövq alıram. Bir rəssamın həqiqətən ürəyi, duyğuları, hissləri, arzuları olmalıdır ki, o qabiliyyəti ilə onu kətana köçürsün. Həyatda necə balans var, rəsmlərdə eyni balans olmalıdır. Rəssamlar, musiqiçilər, yazıçılar və s. onların ən belə də tarixdə qalan, yadda qalan sənət nümunələri məhz çətinlik zamanında, çətinlik dövründə yaranan bir sənət nümunələridir. Məqsəd rəsmlərdə bəlkə də həqiqətən gülür. Əgər maarif cəmiyyəti olsa alqışlamaq lazımdır ki, yəni bizə gülür. İnternet təbii ki, çox fərqli bir yön qazandırır indi sənət aləminə. Məhz reallıq yaradıcı fərdin bədii süzgəcindən və fərdi süzgəcindən keçəndən sonra sənət olur. İşlədikcə, prosesdə olduqca, özün-özünlə dərinlərə endikcə başa düşürsən ki, əslində nəyi sevirsən, nədir sənin dərindəki təzahürün. Çətin olan iş daha parıldayır, amma burada o yəni öz-özünü təqzib edir o. Çünki burada asanlıq var idi, amma eyni zamanda da yəni görürəm ki, çox maraqlı, çox parıldayan bir iş ortaya qoydu. Əlbəttə ki, insanın içində olan duyğular, içində olan hissiyatı ifadə etməyə incəsənət ən yaxşı vəsilədir. İstənilən insan bu sənətini işləyəndə müəyyən qədər dünyadan uzaqlaşdığına görə, dünya sıxıntılarından, dərddən, iş yorğunluğundan uzaqlaşdığına görə artıq buradan çıxanda yoqadan çıxmış kimi, kəsrdən çıxmış kimi bir ab-hava yaranmalı. Biz günəşin vurduğu, şəfəqlərinin vurduğu yerə baxanda insan özünə bir baxır. O təəssüratı ötürməyə çalışmışam həmişə ki, həm də işlərimə baxanda insan o yaxşı mənada gözü qamaşsın. Süxur əslində əsərdə ölümdür, amma mənəviyyatda insanın içində yaşadığı ölümdür.